Salam, hər vaxtınız xeyir olsun. Mən Vasif Həmzətov, Mr. Konsultant MMC-nin icraçı direktoruyam. Konsultant podkastında hər birinizi salamlayıram. Konsultant podkastı Azərbaycanda biznesin müxtəlif sahələrində peşəkar mütəxəssislərin öz dəyərli məsləhətlərini çatdırdığı bir platformadır və bu platformada biz dəvət elədiyimiz dəyərli qonaqlarımıza öz suallarımızı veririk və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırıq. Bugünkü podkastımızın qonağı Vəkillər Kollegiyasının üzvü, vergi və patent hüququ üzrə vəkil, Allied Legal Partners şirkətinin partnyoru, dəyərli dostumuz Elxan Əsgərovdur. Elxan müəllim, xoş gəlmisiniz studiyamıza. Təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün. Mən təşəkkür edirəm dəvət elədiyiniz üçün. Çox sağ olun. Bugünkü mövzumuz Azərbaycanda hüquqi şəxsin təsis olunması ilə bağlıdır. 3 əsas məqama toxunacağıq. Birinci məqam yerli investisiyalı xarici şirkətlərin təsis olunması, ikinci xarici investisiyalı hüquqi şəxslərin təsis olunması və üçüncü xarici hüquqi şəxslərin Azərbaycanda filial və nümayəndəliklərinin təsis olunması ilə bağlı müxtəlif məqamlara toxunacağıq. Birinci sualımız belədir. Elxan müəllim, hüquqi şəxsin təsis olunması dedikdə nə başa düşülür və hüquqi şəxsin hansı növləri var? Zəhmət olmasa buyurun. Təşəkkür edirəm Vasif müəllim sualınız üçün. Həqiqətən də mövzu çox maraqlı mövzudur. Bütün sahibkarları maraqlandıran mövzudur. Hüquqi şəxsin yaradılması biznes fəaliyyətinin, belə deyim ki, təməlidir. Hüquqi şəxsin yaradılmasından daha sonra artıq biznes fəaliyyətinin, belə deyim də, təməlləri atılır və ona görə də mən düşünürəm ki, hər kəs belə bir sahibkarlar bəzən başa düşürlər ki, bəli, hüquqi şəxsi yaratdım, ərizə verdim, qeydiyyatdan keçdim, böyünü açdım və fəaliyyətə başlaya bilərəm. Lakin burada əsas bir neçə məqamlar var hüquqi şəxsin yaradılmasında. Bu əsasən iki mərhələdən ibarət. Həmişə mən qeyd edirəm ki, bu mərhələ bu hüquqi şəxsin yaradılması əsas təməl iki mərhələdən ibarətdir. Çünki təməl düzgün qoyulmalıdır ki, belə deyim, biznes düzgün formada inkişaf eləsin. Bu birinci mərhələ hüquqi şəxsin, belə deyim, təsislərinin müəyyən etdiyi bir mərhələdir. Yəni burada təsis qərarıdır, nizamnamədir, direktorun təyin edilməsidir, bank hesablarının açılmasıdır və digər. İkinci məsələ isə həmin o, belə deyim də, təsisi tərəfindən təqdim edilən sənədlərə hüquqi status verilir. Bu da onun həmin belə deyim də hüquqi şəxsin dövlət qeydiyyatından keçirilməsidir. Təbii ki, bu sənədlər təqdim olunandan sonra hər qanunvericiliyin tələbinə uyğun olaraq və dövlət orqanına, dövlət vergi xidmətinə təqdim olunandan sonra ona hüquqi status o zaman verilir ki, o dövlət qeydiyyatından keçir. Təbii ki, həmin bu münasibətləri də tənzimləyən, həm birinci mərhələni, həm ikinci mərhələni tənzimləyən hüquq münasibətlərini düzgün formadan olmasını bilmək üçün tənzimləyən normativ hüquq aktlar birinci növbədə Azərbaycan Respublikasının mülki məcəlləsidir və ikinci mərhələ ilə bağlı isə hüquqi şəxslərin və dövlət qeydiyyatı və reyestr haqqında Azərbaycan Respublikasının qanunudur. Təbii ki, bu iki qanunvericilik aktını düzgün formada anlamaq, başa düşmək lazımdır ki, düzgün tətbiq edə biləsən və bunun üçün də bu mərhələləri bildikdən sonra təbii ki, sahibkar həm yerli investisiyalı, deməli, hüquqi şəxsin yaradılması zamanı yerli sahibkarlar, həm də xarici investisiyalı hüquqi şəxsin yaradılması zamanı, bu xarici investisiya hüquqi şəxsin yaradılması dedikdə xarici hüquqi şəxslərin törəmə şirkətləri başa düşülür. Yaradılması zamanı və eyni zamanda xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında yaradılması ilə bağlı, belə deyim, hüquqi normaları tənzimləyən normativ hüquq aktlar da bir qeyd etdiyim kimi Azərbaycan Respublikasının mülki məsələsinə və hüquqi şəxslərin dövlət reyestri və qeydiyyatı haqqında Azərbaycan qanununa müraciət etməlidirlər, onlara baxmalıdırlar, oradakı qaydaları düzgün tətbiq etməlidirlər və daha sonra isə belə deyim ki, hüquqi şəxslə bağlı digər normalara baxa bilərlər. Təbii ki, biz bugünkü verilişdə, bugünkü podkastda biz ümumi olaraq digər məsələlərdən danışacağıq, amma təməl məsələlərdən biri isə burada deməli qaydalara düzgün formada əməl etməkdir. Bəli, qaydalar var, normativ aktlarda bunlar qeyd olunub, amma bu qaydaların tətbiqi zamanı hansı risklər olur, hansı problemlər olur və yaxud da düzgün formada, hansı formada tənzimlənməlidir? Bunlar barəsində mən düşünürəm ki, önümüzdəki dəqiqələrdə ətraflı şəkildə sizə izahlayacağam. Eyni zamanda mən sizə qeyd edeyim ki, hüquqi şəxsin yaradılması zamanı sahibkar, belə deyim ki, hüquqi şəxsin təşkilat hüquqi formasına uyğun olaraq da bu fikirlər qəbul etməlidir. Çünki məsələn, mülki məcəllədə hüquqi şəxsin təşkilat hüquqi formasının müxtəlif növləri vardır. Məhdud məsuliyyətli cəmiyyət, açıq səhmdar cəmiyyəti, kapalı səhmdar cəmiyyəti, kooperativlər. Təbii ki, mən kommersiya hüquqi şəxslər, kommersiya tipli hüquqi şəxslərdən danışıram. Bu qeyri-kommersiya hüquqi şəxslər var. Mən düşünürəm ki, bu gün onlardan da danışa bilərik, amma kifayət eləməyəcək vaxtımız. Bunlar ictimai birliklərdir, fondlardır və digər. Amma kommersiya hüquqi şəxslərində deməli ən belə deyim, Say etibarından daha çoxdur və daha çoxdur, bəli, amma onların arasında da müəyyən fərqlər vardır. Sahibkar bunların arasında seçim eləməlidir. Məsələn, burada nizamnamə kapitalı tələbi var, iştirakçıların say tələbi var və yaxud da ki, həmin o payların alqı-satqısında
hüquq tənzimləmələri fərqli formaları vardır. Ona görə düşünürəm ki, sahibkar birinci növbədə hüquq şəxsinin yaradılmasında da, yəni təşkilati hüquq formalarının seçimlərində əvvəlcədən müvafiq qərarları qəbul etməlidir. Çünki ASC-lər var ki, məsələn, və yaxud da QSC-lər var ki, bunlar belə deyək ki, imperativ tələblər var. Məsələn, belə deyək ki, bankların yaradılması olsun, banklar haqqında qanuna görə, Azərbaycan Respublikası banklar haqqında qanuna görə ASC-lər, banklar mütləq şəkildə ASC olmalıdır. Ona görə də əgər bank yaradırsansa və yaxud da müvafiq lisenziyalı fəaliyyətlər varsa, maliyyət fəaliyyətlər varsa, o zaman təşkilati hüquq formalarına mütləq şəkildə diqqət etməlidirlər. Elxan müəllim, siz hüquqi şəxsin növləri olaraq MMC-ləri, ASC-ləri, QSC-ləri və sairə misal gətirdiniz. Bəli. Ümumiyyətlə sizcə Azərbaycanda biznesə başlamaq istəyən şəxslər üçün ən çox seçilən forma hansıdır və niyə? Mən düşünürəm ki, bu dəqiqə hər kəs tərəfindən də qəbul edilən, belə deyim, təbii ki, təşkilati hüquq forma var, MMC-lərdir, məhdud məsuliyyətli cəmiyyətləri. Təbii ki, bunun da hüquqi tərəfinə daha geniş izah eləmək istəmirəm, amma ümumi olaraq sahibkarlar üçün bu izah eləmək istəyirəm ki, bu daha çevik, daha sadə, daha belə deyim, əlverişlidir. Bunun həm belə deyim, yaradılması prosedurası daha tez, daha rahatdır, daha tez baş verir. Bunun yaradılması, eyni zamanda isə bunun hüquqi proseduru sonrakı mərhələlərdə müvafiq qərarların qəbul edilməsi təsislər tərəfindən daha rahat baş verir. Çünki məsələn şirkətin yaradılması məsələn 5 iş günü ərzində tənzimlənməlidirsə, həm bu xarici investisiyada hüquqi şəxslər üçün də əlverişlidir, həm də yerli sahibkarlar üçün də əlverişlidir. Eyni zamanda isə burada əsas məsələlərdən biri təsisçilərin şirkətin məsuliyyətinə görə və şirkətin də təsislərin belə deyim, öz öhdəliklərinə görə heç bir belə deyim, məsuliyyət daşımamasıdır. Bu qanunvericiliyin mülki məzəllərlə bu formada tənzimlənir. Praktikada da bu çox öz əksini tapır. Niyə görə? Çünki orada məsələn praktikada belədir ki, məsələn gələcəkdə şirkət hər hansı bir formada öhdəliklər daşıyırsa, kreditor borcları olursa və yaxud da hər hansı bir formada öhdəlikləri olursa, o əmlakı öz belə deyim də balansındakı olan əmlak dəyərində bu və yaxud da pul formasında ola bilər, daşınmaz daşınar əmlak formasında ola bilər və yaxud pay formasında ola bilər. Bu öz balansındakı əmlak forması Nizamnamə kapitalı. Nizamnamə kapitalı da bunun təsislər məsuliyyət daşıyır. Yəni şirkətin öz öhdəliyi, MMC-nin öz öhdəliyi, bəli, MMC-nin öz balansı. balansındakı əmlak dəyəri formasında. Çünki təbii ki, biz bilirik ki, onun balansı vardır. Çünki bəli, özü müstəqil balansı olur hüquqi şəxslərin və onlar öz öhdəliklərinə görə öz balansındakı əmlak dəyərində məsuliyyət daşıyırlar. Amma təsisçilərdə biraz fərqlidir. Təsisçilər həmin MMC-nin öhdəliklərinə görə məsuliyyət daşımırlar. Onlar həmin MMC-də qoyduqları nizamnamə kapitalındakı payın dəyərində məsuliyyət daşıyırlar. Ona görə praktikada mən sizə əmin edirəm ki, məsələn mən illərdir bu hüquq şəxsinin yaradılmasına bağlı həm xarici investisiyalar, həm filial nümayəndəlik, həm də yerli sahibkarlara hüquq şəxsinin yaradılması ilə bağlı xidmət göstərirəm, hüquqi xidmətlər göstərirəm və əsasən mən fikir verirəm ki, bu hansı belə təsislər daha çox nizamnamə kapitalı qoyuluşuna maraq göstərirlər, daha böyük məbləğlərdir. Çünki Azərbaycanda nizamnamə kapitalı qoyuluşu məhdud məsuliyyət cəmiyyətində tələb olaraq yoxdur. Düzdür, məsələn, bugünkü gündə praktikada əvvəl 10 manat idi, bu gün 300 manat minimal qoyurlar. Praktikada görürəm ki, daha çox 300 manat qoyurlar. Amma belə bir tələb yoxdur, bir limit yoxdur. Amma məsələn mən görürəm ki, yerli brend şirkətlər olsun, daha çox bazarda xaricdən mal alan, xaricdən xidmət alan şirkətlər olsun, bunlar nizamnamə kapitalını daha çox göstərirlər. Niyə görə çox göstərirlər? Bunlar xaricdə, belə deyirəm ki, gələcəkdə olacaq problemlərin qarşısı, bəli, xaricdə şirkətlər bilirsiniz necədir? Onlar güvən axtarırlar. Gələcəkdə şirkət borcu ödəmədi. Gələcəkdə hər hansı bir formada öhdəlik qaldı. Bunu kim ödəyəcək? Əgər orada 10 manat görürlərsə, deyirlər ki, vəsə, şirkət, bəli, bitdi. Şirkət uzaqbaşı ləğvə gedəcək, müflisə gedəcək və ya hər hansı formada borcu qalacaq, məhkəməyə getsək də, məhkəmə qərar qəbul etsə də, qanun qüvvəsi alsa da, icraya da getsə, bu öhdəlik icra olunmayacaq. Nəticə etibarən mənim borcum ödənilməyəcək. Amma onlar nizamnamə kapital ona görə hər zaman yüksək olan şirkətlər daha ciddi alırlar ki, gələcəkdə nizamnamə kapitalından o borcu ödətdirsinlər. Çünki təsisçinin nizamnamə kapitalında qoyduğu pay dəyəri şirkətdə güvən yaradır. Xarici şirkətlərdə, digər qarşılıqlı belə kontragentlərdə güvən yaradır ki, gələcəkdə şirkət borcu ödəməsə, həmin o təsisçinin nizamnamə kapitalındakı paya yönələcək və o borc ödəniləcək. Ona görə də mən praktikada sizə deyim ki, bütün böyük şirkətlərə baxsanız, brend şirkətlərə və nizamnamə kapitalı kifayət qədər böyük məbləğ, milyonlardan çox, yəni 15 milyon, 20 milyon var ki, çünki onların bazarı, onlara belə deyim ki, biznesi böyükdür və onlar güvən yaradan şirkət olmalıdırlar. Əslində məntiqlə də baxanda, yəni 100 manat nizamnamə kapitalı ilə açılan bir şirkətdə əslində başlanğıc olaraq ofis icarəyə götürsə, müəyyən avadanlıqlar alsa, işçi işə qəbul eləsə, onlara əmək haqqı və s. yəni artıq bunların belə toplamı hardan baxsaq bir 5000 civarında gəlib
Minimum deyərdim. O da Yəni, belə deyim mikro 3 sahibkarlar balans üçün. əvəzində 5000 manat göstərsə, yəni Yəni şirkətin nüfuzuna da məncə müsbət təsir edir. 100% mən sizə əmin edirəm ki, elədir. Siz necədir? Biz təbii ki, yazılan nəzəriyyəni biz başa düşürük. Yəni praktikada qarşılaşdığımız elə nüanslar olur ki, biz sahibkara real кейslərlə, təbii ki, nəzəriyyə tərəfin ya qanunvericiliyin tələblərini qeyd etməliyik, amma praktikada da nəyə görə bunu bu formada eləmək lazımdır, onu izah eləməliyik. Məsələn, mən sizə deyim ki, MMC-də niyə görə ASC və GSC daha çox nizamnamədən çətindir? Çünki ASC və GSC-də müvafiq nizamnamə kapitalının tələbləri vardır. Hə. Məsələn, mən elə xatırlayıram, səhv eləmirəmsə, ASC-də 4000-dir tələb, GSC-də 2000-dir tələb, nizamnamə kapitalı minimum o qədər qoyulmalıdır. Məsələn, banklarda 50 milyon olmalıdır. Bu Azərbaycan Respublikası Bank haqqında qanun tənzimlənməlidir. 50 milyon nizamnamə kapitalı olmalıdır. BOK-larda müxtəlif miqdardır. Mən biləli 2 milyon, Sığorta 20 şirkətləri milyondur. məsələn. Həyat sığortasında məsələn Onun 10 milyondur. Ona görə də düşünürəm ki, sahibkar üçün bu daha faydalıdır, daha sadədir, daha seviş məsələləri tənzimlənməsi baxımından düzgündür. Eyni zamanda məsələn ASC və GSC-lərdə mən sizə əmin edirəm ki, praktikada daha yəni qərarların qəbul edilməsi daha belə çətin baş verir. Məsələn, açıq səhmdar cəmiyyətləri daha çox investisiyanın cəlb edilməsi, kapital qoyuluşunun cəlb edilməsi ilə bağlı müvafiq məsələlərdir və orada səhmdarlar müvafiq qərarları qəbul edəndə uzun bir prosedurdan keçirlər. Amma MMC-lərdə də MMC-lərdə iştirakçılardır və iştirakçılar müvafiq qərar qəbul edirlər və müvafiq qərarları hansı formada qərar qəbul edirlər? Təbii ki, bu mülki məcəlləyə uyğun olaraq ümumi yığıncaqdır. Təbii ki, bu belə deyim də ali idarəetmə orqanı ümumi yığıncaqdır. Bu ümumi yığıncaq kimlərdir? Təsisçilərdir. Və təsisçilər ümumi yığıncaq olaraq əgər bir təsisçidir də təsisçi qərarı qəbul edilir, amma təsisçilər bir neçə təsisçidirsə bunlar protokol qərar formasında qərar qəbul olunur və müstəqil olaraq qərar qəbul olunur. Bütün təsisçilər bu qərara belə deyim ki, münasibət bildirməlidirlər və nəticə etibarən o münasibət bildirdikdən sonra artıq müvafiq fəaliyyət MMC-də müvafiq fəaliyyət tənzimlənir və bundan daha sonra isə icra orqanı təbii ki, direktor olur. Təbii ki, direktora ümumi yığıncaq təyin edir müvafiq təsisçi qərarı ilə və bu direktor tək nəfərli də ola bilər və yaxud da bu kollegial da ola bilər, idarə heyəti formasında ola bilər. Təbii ki, indi mülki məcəllədə praktikada daha çox holdinqlərdə mən o şeyi görmüşəm, amma məsələn direktorlar şurası da bir nəzarət edici orqandır. Əsasən ümumi yığıncaq öz səlahiyyətləri, nəzarət etmə funksiyasını direktorlar şurasına verir ki, icra orqanına belə deyim, fəaliyyətinə nəzarət eləsin, müvafiq qərarlar qəbul etsin. Bu formada tənzimlənir. Ona görə də belə deyim ki, məsələn, holdinqlərin yaradılmasında da MMC daha çox üstünlük verilir. Çünki onun törəmə şirkətləri olur və digər. Bu formada, yəni ki, sahibkarlar üçün ən əlverişli, ən sadə, ən seviş yol MMC-nin yaradılmasıdır. Təşəkkür edirəm. Deməli, növbəti sualımız belədir. MMC-nin qeydiyyatı nə qədər vaxt aparır? Elektron qeydiyyatın üstünlükləri nədir? Və qeydiyyatdan sonra sahibkara hansı öhdəliklər gözləyir? Zəhmət olmasa. Vasman, hüquq şəxsinin yaradılması siz də qeyd etdiniz, indi hal-hazırda elektron qeydiyyat məsələsi də var. Təbii ki, bu yerli hüquq şəxslərdə aktualdır. Hal-hazırda xarici investisiya hüquq şəxslərinin də filiallar və nümayəndə yaradılması da aktual deyil. Onlar birbaşa belə fiziki olaraq əlbəəl müvafiq sənədləri təqdim edirsiniz. Amma elektron bugünkü gün yerli sahibkarlar üçün elektron qaydada hüquq şəxsinin yaradılması müraciət edə bilirsiniz elektron qaydada və 3 iş günü ərzində qeydiyyatdan keçərək bütün sənədlər qaydasındadırsa, qeydiyyatdan keçir. Bu zaman hansı halları araşdırmaq lazımdır? Birinci növbədə hüquqi şəxsə görə yaradılırsa, onun adını birinci növbədə müəyyən etməliyik. Gələcəkdə bu qeydiyyatdan, yəni keçmişdə bu qeydiyyatdan keçən belə deyim, adlı hüquqi şəxs olmamalıdır. Eyni zamanda qeyd eləmək istəyirəm ki, bu gələcəkdə bu ad brendinq məsələsində də sizin üçün önəmli rol oynayacaq. Çünki bəzən hüquqi şəxsin yaradılması zamanı siz adı seçə bilərsiniz, amma brendi onun istehlakçılar arasında tanına bilər, digər bir şəxs tərəfindən bu istifadə oluna bilər və nəticə etibarilə gələcəkdə bunun əmtə nişanı alınmasında da çətinlik yarada bilər və yaxud da siz həmin addan belə deyim bazarda daha rahat istifadə edə bilməzsiniz. Həm birinci növbədə keçmişdə bu ad seçilərsə siz seçə bilmirsiniz. İkinci növbədə isə seçdiyiniz zaman mütləq şəkildə bazar araşdırmasını müəyyən edə baxmaq lazımdır ki, siz düzgün formada gələcəkdə biznesinizi fəaliyyətinizə uyğun tənzimləyib daha da brend formasına sala biləsiniz. İkinci növbədə isə burada hüquqi ünvanın deməli müəyyən edilməsidir. Hüquqi ünvan dedikdə təbii ki, bugünkü gündə elektronda bu daha çox
bilinmir. Bugünkü gündə mən deyərdim, hərdən özümə də maraqlı gəlir. Əvvəllər biz belə deyim, sənədlərə əlbəl verəndə mütləq şəkildə hansı ünvana, hüquqi ünvan kimi göstərilirsə, mülkiyyətçinin belə icazəsi lazım idi və ya icarə münasibətləri idisə, burada notarial qaydada təsdiqlənməli idi və icarə müqaviləsində bu hal göstərilməli idi. İndi hal-hazırda elektronda belə bir tələb yoxdur. İstənilən ünvanı qoyursan, heç araşdıran yoxdur. Amma yenə də bu real prosedura bundan ibarət sadələşdiriblər. Üçüncü məsələ isə bu hüquqi ünvan həm də niyə görə lazımdır? Müvafiq sənədlər gələcəkdə belə deyim də müvafiq yazışmalar olsun, müvafiq tənzimləmələr olsun, həmin hüquqi ünvanla olacaq. Şirkət əgər müvafiq gələcəkdə fəaliyyətini tənzimləmək üçün hüquqi ünvanı faktiki ünvan kimi də həm də göstərməsə bu çox önəmli faktordur. Üçüncü məsələ isə nizamnamənin təbii ki, təsisçi qərarı qəbul olunmalıdır və təsisçi qərarı qəbul olunan zaman bu direktorun təyin edilməsi məsələsidir, nizamnamənin formalaşdırılması məsələsidir və nizamnamədə direktorun səlahiyyətləri müəyyən olunur. Buna müəyyən sahibkarlar çox ciddi yanaşmırlar, amma mütləq şəkildə çox ciddi yanaşılmalıdır və daha sonra təsisçilər qərar qəbul edirlər və direktoru belə deyim təyin edirlər. Bu da həmin təsisçi qərarları əsasən notarial qaydada təsdiq olunur və daha sonra isə təsislər müəyyən olunur. Təsislər müəyyən olunandan sonra bütün prosedura yekunlaşır və nəticə etibarən deməli müvafiq ərizələr təqdim olunur. Normal formaları vardır. Vergi orqanı tərəfindən təqdim edilən və həmin ərizə doldurduqdan sonra hüquqi şəxsin yaradılması ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edirik. Həm elektron qaydada, həm belə deyim ki, əlbəl fiziki olaraq və elektron qayda yerli sahibkarlarda 3 iş günüdür. Xarici investisiya hüquqi şəxslərdə isə əsasən 5 gün ərzində sənədlər qaydasındadırsa, Dövlət Vergi Xidməti deməli qeydiyyata keçirilir və nəticə etibarıyla reyestrdən çıxarış, öyün şəhadətnaməsi və nizamnaməni bəli təsdiqləyib elektron qaydada göndərirlər və yaxud da ki, bəli təqdim edirlər. Bir şey də burada qeyd etmək istəyirəm ki, biz MMC-nin yaradılması ilə bağlı deyilsə, mən əsasən burada hansı sənədlərin təqdim olunmasında yerli sahibkarlara nisbətdə qeyd etdim. İndi önümüzdəki dəqiqələrdə mən təbii ki, xarici investisiyada hüquqi şəxslərə hansı sənədlər təqdim olunub, onları da bəli qeyd eləyəcəm. Çünki onlarda biraz daha belə deyim mürəkkəbdir. Yerli sahibkarlardan belə deyim daha mürəkkəbdir. Onların belə deyim vergi orqanı tərəfindən yox alınması və daha çox əlavə müvafiq məlumatlar və sənədlər tələb edilir. Bir də eyni zamanda mən bir şey də sizin diqqətinizi çatdırmaq istəyirəm. Burada da hüquqi şəxsin yaradılmasının nizamnamə kapitalından danışdıq. Nizamnamə kapitalı ilə bağlı təbii ki, heç bir tələb yoxdur. Müəyyən məbləğdə nizamnamə kapitalının ödənilməsindən bağlı. Lakin nizamnamə kapitalının müəyyən məbləğin orada oturulmasının belə deyim ki, məhdudlaşdırıcı bir müddət var. Mütləq şəkildə ya şirkət mütləq şəkildə deməli hüquqi şəxs yaradan zaman təsisçilər ora nizamnamə kapitalının ya təsis olunduğu zaman əlavə eləməlidirlər, ya da əgər onlar öz belə deyim də müraciətlərində 3 ay qeyd ediblər ki, bəli, şirkət yaratdıqdan sonra bu nizamnamə kapitalını orada əlavə eləyəcəklər. O zaman isə bu məhdudlaşdırıcı müddət 3 aydır. 3 ay ərzində mütləq şəkildə ora nizamnamə kapitalını yerləşdirməlidirlər. Əks təqdirdə inspektiv xətalar məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilərlər. Bəli, doğru. Yaxın bəy, şirkət təsis olunarkən, MMC təsis olunarkən elektron qeydiyyat zamanı və ya xarici investisiyalı MMC-lərdə sənəd formasında fəaliyyət növləri seçilir. Sualımız belədir ki, təsis olunmuş MMC-lər bütün fəaliyyət növləri ilə məşğul ola bilərmi sərbəst şəkildə? Qasımən, cavabım xeyirdir. Niyə görə xeyirdir, onu izah edeyim. Bugünkü gündə Azərbaycan Respublikasında belə bir qanun var. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunudur və orada müəyyən fəaliyyət növləri var ki, onlar mütləq şəkildə ya icazə alınmalıdır həmin fəaliyyət növləri üzrə, ya da lisenziyalar alınmalıdır. Elə nüanslar var ki, elə fəaliyyətlər var ki, həm lisenziya alınmalıdır, həm də icazələr alınmalıdır. Hər ikisinin də alındığı fəaliyyət. Bəli, yəni ki, orada qeyd olunur ki, məsələn də lisenziya da alınmalıdır. Məsələn, tikinti fəaliyyəti var ki, məsələn, həmin fəaliyyətlə məşğul olan şirkət, məsələn, 1-2 fəaliyyət, məsələn, tikinti biz ümumi baxırıq tikinti, amma tikinti ilə müvafiq fərqli, bəli, müxtəlif istiqamətlər var. Həmin şirkət həm lisenziya almalıdır öz fəaliyyəti üzrə, həm də icazə almalıdır. Onlar düzdür. Məsələn, bizim praktikamızda da var idi. Xarici investisiya hüquqi şəxs var idi və daha çox xarici hüquqi şəxs burada filial yaratmışdı və çox böyük dövlət layihəsini həyata keçirirdi. Və onlar bu fəaliyyəti həyata keçirən zaman, deməli fəaliyyət kodunu götürüblər, tikinti fəaliyyəti və belə başlayırlar fəaliyyətə və təxminən dövlət layihəsini həyata keçirdilər və uzun illərdən sonra artıq fəaliyyət layihə bitib. Layihə bitdikdən sonra müvafiq yoxlamalar həyata keçirirlər və digər yoxlamalar zamanı müəyyən olunub ki, şirkətin lisenziyası və icazəsi yox idi. Hansı ki, bu Layihəni layihəni tamamlayıb və bitirib.
Nəticə etibarilə bəli. Yəni bu nəyə görə bunu izah edirəm? Sahibkarlar başa düşsünlər ki, düzdür, siz fəaliyyəti həyata keçirə bilərsiniz, amma nəticəsi məsuliyyətdir. Təbii ki, biz bu məsələni necə izah elədik? Biz izah elədik ki, bu fəaliyyəti onlar su pudraçılar vasitəsilə həyata keçirir. Birbaşa özləri həyata keçirmir. Əgər birbaşa özləri həyata keçirsəydi, bu zaman lisenziya və icazə mütləq şəkildə tələbdir. Əgər sən o fəaliyyəti almısan, həmin fəaliyyət nəticəsində sən su pudraçıları vasitəsilə həyata keçirmirsən, həmin su pudraçıların icazəsi və lisenziyası olmalıdır. Bəli. Bu nəyə görə izah Özün elədim? həyata keçirirsə özünün olmalı. Mütləq şəkildə. Əgər zaten o fəaliyyəti məsələn fəaliyyət kodunu aldın. Şirkəti yaradanda fəaliyyət kodunu almalısan. Hansı fəaliyyətlə məşğul olacaqsan? Həmin fəaliyyət koduna nisbətdə də öz fəaliyyətini qeyd edirsən ki, bəli, mən fəaliyyətə məşğul olacağam. Həmin fəaliyyət koduna uyğun olaraq əgər sən lisenziyalı fəaliyyətdirsə və ya icazəli fəaliyyətdirsə və sən onunla məşğul olursansa, gəlir əldə edirsənsə, bu qanunsuz gəlir sayılır. Bu qanunsuz gəlir sayılır, çünki lisenziya fəaliyyəti olmadan, belə deyim ki, qanunsuz gəlir sayılır. Nəticə etibarıyla bunun inzibati və cinayət məsuliyyəti var. Və nəticə etibarıyla əgər müəyyən onlarsa ki, həqiqətən də buna da daha çox vergi orqanı nəzarət edir ki, sən lisenziyalı və icazəli nəzərdə tutulan fəaliyyəti belə deyək, lisenziyasını almamısan və lisenziya icazəsi olmadan fəaliyyət göstərmisənsə, artıq avtomatik olaraq sənin fəaliyyətin qanunsuz fəaliyyət sayılır və nəticə etibarıyla məsuliyyəti vardır. Ona görə də mütləq şəkildə sahibkarlar deməli fəaliyyəti şirkəti yaradan zaman, fəaliyyəti müəyyən edən zaman onun lisenziyalı icazə haqqında qanuna nisbətən baxsınlar görsünlər hansı lisenziyalı fəaliyyəti həyata keçirəcəklər, yoxsa icazəli fəaliyyəti keçirir və ya da icazəsiz fəaliyyət həyata keçirirlər. Yəni ehtiyac yoxdur ona. Onu müəyyən edəndən sonra artıq ona uyğun olaraq hüquqi tənzimləməni həyata keçirməlidirlər mütləq şəkildə. Və sualınıza cavab olaraq qeyd eləmək istəyirəm ki, bəli, mütləq şəkildə fəaliyyət yoxlanılmalıdır sahibkar tərəfindən. Və biz məsələn bugünkü gündə görürük ki, bank fəaliyyəti məsələn. Bunlar lisenziyalı fəaliyyətdir və yaxud da təhsil fəaliyyəti olsun və yaxud da ki, tikinti ilə bağlı, təhlükəsizliklə bağlı, sığorta ilə bağlı fəaliyyətlər, bunlar hamısı mütləq şəkildə lisenziyalı fəaliyyətlərdir. Bəli, lisenziya fəaliyyətləri mütləq şəkildə bunlar fəaliyyətə sən bu şirkəti yarada bilərsən, amma mütləq şəkildə bu fəaliyyəti həyata keçirmək üçün, gəlir əldə etmək üçün, çünki gəlir əldə etdiyin təqdirdə məsuliyyət yaranır. Gəlir əldə etmək üçün mütləq şəkildə lisenziyalı icazəni almalısan. Yox, əgər lisenziyalı icazəli belə deyim cədvəldə yoxdursa, amma qanuna nisbətdə, onda ehtiyac yoxdur. Daha fəaliyyəti müəyyən edə bilərsən. Bu məsələn deyək ki, konsaltinq xidməti ola bilər, hüquq xidməti ola bilər, nə bilim mühasibatlıq xidməti olar və digər xidmət ola bilər. Hansısa lisenziyalı icazələr haqqında qanunda tənzimlənmir, yoxdur. O zaman problem yoxdur. Yəni ki, fəaliyyəti qura bilərsən, tənzimləyə bilərsən və gəlir əldə edə bilərsən. Ona görə orada heç bir belə deyim ki, qanunvericiliyə fəaliyyət yoxdur. Əgər lisenziya və ya icazə tələb olunursa və onu almadan fəaliyyətə başlasa, artıq hüquqi məsuliyyət daşır da konkret. Bəli, qanunvericilidə bir mənalı şəkildə belə qeyd olunur ki, əgər gəlir əldə edirsə, bu artıq mütləq şəkildə belə deyim ki, fəaliyyətin bəli, siz məsələn fəaliyyət göstərə bilərsiniz. Gəlir əldə eləmirsinizsə, məsuliyyət yoxdur. Amma sənin fəaliyyətin kommersiya fəaliyyətidir. Nəticə etibarilə sən o fəaliyyəti gəlir əldə etmək üçün görürsən. Bəli. Və gəlir əldə etdiyin andan gəlir əldə etdiyinin bir neçə qat məbləğində cərimə nəzərdə tutulur. Nəticə etibarilə bu azadlığı məhrum etməyə qədər gedib çıxa bilər. Çox ağır nəticələr ola bilər. Ona görə də yəni ciddi şəkildə mən düşünürəm ki, sahibkarlar buna diqqət həm xarici investisiyalı sahibkarlar, yəni hüquqi şəxslərin təsisləri, eyni zamanda da yerli sahibkarlar buna mütləq şəkildə ciddi yanaşmalıdırlar. Yerli investisiyalı şirkətlərdən danışdıq. Biraz da xarici vətəndaşların, xarici şirkətlərin belə deyək ki, Azərbaycanda təsis elədikləri hüquqi şəxslər barəsində danışaq. Bu proses xarici investisiyalı vətəndaş və ya xarici hüquqi şəxslərin Azərbaycanda hüquqi şəxs yaratma prosesləri yerli investisiyalı hüquqi şəxslərin təsis olunma prosesindən nə ilə fərqlənir? Sənin tonu olub barədə. Təşəkkür edirəm Vasif müəllim. Birinci növbədə qeyd edeyim ki, burada xarici vətəndaş da, yəni heç nə bir eyni zamanda xarici hüquqi şəxslər də Azərbaycanda deməli şirkət yarada bilərlər, MMC formasında və digər formada. Amma yəni burada yəni belə qeyd edeyim də, onlar yəni onların yaratdığı MMC ilə Azərbaycanlı sahibkarın, yerli sahibkarın yaratdığı MMC heç bir fərqi yoxdur. İkisi də Azərbaycan MMC-sidir, ikisi də Azərbaycan şirkətidir. Belə deyim ki, Azərbaycan qanunvericiliyinə tabedir. Amma burada fərq sənədləşmədə müəyyən qədər fərq sənədləşmədə olur. Niyə görə? Çünki məsələn Azərbaycan yerli sahibkar biz bayaq da qeyd elədiyimiz kimi də 5 dənə mərhələdə bu 5 dənə mərhələ ilə bağlı fərq sənədləri təqdim edir, verir dövlət vergi xidmətinə məsələ bitir. Qeydiyyata alınır.
Amma xarici investisiyada hüquqi şəxs yaradılan zaman burada benefisiar mülkiyyətçi məsələsi də çox önəmli funksiyanı belə deyim daşıyır. Çünki orada vergi orqanı mütləq şəkildə bu ki, o 26-cı ildən əslində qanunvericiliyə əlavə olundu. Əvvəllər bunlar belə deyim ki, diqqət eləmirdilər o qədər. Amma hal-hazırda birinci növbədə sənədlər Azərbaycan Respublikasına gələrkən həmin o xarici investisiyada hüquqi şəxsin belə deyim, hüquqi şəxs, xarici hüquqi şəxs öz burada törəmə şirkətini yaradan zaman həmin o öz şirkətinin nizamnaməsini, öz şirkətinin təsisçi qərarını, direktorun təyin edilməsinə bağlı qərarını, Təsisçilərin sənədi. bəli, təsisçilərin sənədlərini mütləq şəkildə inanın ki, bu Vasim müəllim, bu ən önəmli nüansa toxundunuz. Burada təsisçilərin sənədləri bu dəqiqə ən aktual məsələdir. Çünki hal-hazırda şirkətin faktiki olaraq yaradılacaq şirkəti təsisçisindən çox onun benefisiar mülkiyyətçisi, real belə deyim ki, yaradıcısı, fiziki şəxs olaraq yaradıcısı bu dəqiqə Dövlət Vergi Xidməti üçün aktual məsələyə çevrilir. məsələ. Bəli. Və onlar bütün sənədlər notarial qaydada mütləq şəkildə təsdiq olunmalıdır. Əgər bu deməli MDB və SNG ölkələridirsə, bunda apostola və leqallaşdırma ehtiyacı yoxdur. Çünki Minsk və Kişinев konvensiyasına əsasən həmin sənədlərin belə öz ölkələrə notarial təsdiqlə bizə gəlməsi kifayət edir ki, biz burada Azərbaycan dilinə tərcümə təsdiq edib Dövlət Vergi Xidmətinə təqdim eləyək boşma sənəd kimi ərizəyə nisbətdə. Amma yəni bu sənədlər notarial qaydada təsdiq edilə bilər. Azərbaycan Respublikasının və daha belə deyim, Azərbaycan dilində tərcümə edilə bilər, təqdim edilə bilər. Amma burada bu dəqiqə ən önəmli nüans yenə də dediyim kimi benefisiar mülkiyyətçi məsələsidir. Çünki həqiqətən də onlar təsisçilərin, real təsisçilərin, fiziki şəxs olan təsisçilərin belə deyim, kimliyini istəyirlər, onların pasportlarını istəyirlər, onların paylarına nisbətdə, məsələn deyək ki, reyestrdən çıxarışda görsənir ki, şirkətin, yəni həqiqətən xarici hüquqi şəxs ki yaradacaq burada törəmə şirkəti. Onun təsisçisi də hüquqi şəxsdir. Onun da təsisçisi hüquqi şəxsdir. Yox, onlar sona kimi gedirlər ki, ilk fiziki fiziki şəxs kimdir? Həmin o fiziki şəxsin məhdud da göstərə bilməsən. Məsələn, deyək ki, 10 nəfərdirsə, 9-unu göstərə, birini göstərməyə bilməzsən. Hamısını Onu da göstərməlisən. Çünki o niyə görə bunu istəyirlər? Hal-hazırda çirkli pulların yuyulması ilə bağlı, sanksiya düşmüş şəxslər var. Onların müəyyən edilməsi ilə bağlı mütləq şəkildə onlar compliance məsələsində və digər məsələlərdə onların hamısını yoxlayırlar və həqiqətən də problemsiz fiziki şəxslər olduğu təqdirdə onlar qeydiyyata alırlar və bu düzdür 26, 25, 26-cı ildən əvvəl bu aktual deyil idi. Bu məsələni banklar gətirdilər. Çünki şirkət yaradılsa belə onun bank hesabı açılması məsələsində problem yaradır banklar. Banklar vergi orqanı ilə koordinasiyalar işlədiyinə görə bu gündə lap şirkət yaradıldı belə. Şirkət yaradılandan sonra bank hesabı açılmayacaq. Bank hesabı açılmazsa şirkət zaten fəaliyyət göstərə bilməyəcək. Doğru. Ona görə də bank vergi orqanına deyir ki, belə deyim, bu onu formalaşdırdılar artıq. Artıq bizə gəlməmiş, məsələni əvvəlcədən sən həll elə. Onun benefisiar mülkiyyətçilərini əldə elə. Zaten şirkət yaradılanda mən inteqrasiya olaraq onu görə bilim. Reyestrdə, bəli, görə bilim və daha sonra mənə yenidən ondan həmin sənədləri istəmək məsuliyyətim yaranmasın, öhdəliyim yaranmasın. Hər şey bankın üstündə qalır. Bankın üstündə compliance məsələləri var. Vasim müəllim, compliance məsələləri çox önəmli məsələlərdir. Bu gün çirkli pulların yuyulması məsələsi, yəni ən aktual məsələlərdən biri terrorizm maliyyələşdirilməsidir və çirkli pulların yuyulmasıdır. Məsələn, indi hüquqi şəxsi təsis ediblər, amma heç bir bankda hesab aça bilmirlər. Və çox elə xarici investor görmüşəm. Elə. Məcbur olublar, şirkəti ya bağlayıblar, ya da belə deyək ki, icraçı direktor və ya direktor olaraq Azərbaycanlı bir vətəndaşı təyin ediblər. Yoxsa mümkün olur. Elədir. Elə tamamilə razıyam sizlə. Ona görə də məsələn bu gün bəzən olur ki, e-mailinə sənədlər göndərirlər və həmin sənədləri bəzən sahibkarlar elə bilirlər ki, e-mailinə göndərdin, həmin sənədləri print edirsən, gedirsən vergi orqanına təbliğ vergi orqanı onu informasiya olaraq qəbul eləyir. Amma deyir ki, mən mütləq şəkildə o gəlməlidir, notarial qaydada təsdiqlənməlidir. Əgər MDB ölkəsi deyilsə, SNG ölkəsi deyilsə, Haqa konvensiyasının üzvüsə mütləq şəkildə o leqallaşdırmadan azad olunur. Həmin ölkələrin hüquqi şəxsləri apostol olunmuş sənədlər apostol edilmiş qaydada Azərbaycan Respublikasına göndərməlidirlər. Əgər bu Haqa konvensiyasının üzvü deyilsə, mütləq şəkildə leqallaşdırılmış qaydada Azərbaycan Respublikasına göndərməlidirlər ki, burada yerli yerli belə deyim, Azərbaycan Respublikasında həmin kim ki yaradacaq, onlar Azərbaycan Respublikasına Azərbaycan dilində tərcümə olunsun, təsdiq olunsun və o formada vergi orqanlarına təqdim olunsun. Demək, Elxan müəllim, növbəti sualımız çox maraqlı bir məqamdır. Xarici hüquqi şəxsin təsis olunması ilə bağlı. Azərbaycanda yaradılacaq xarici hüquqi şəxs MMC-nin yeganə təsisçisi ola bilərmi? Yəni burada tək iştirakçılı xarici şirkətlə bağlı vacib bir məhdudiyyət varmı? Sualınız aydındır Vasim müəllim. Əslində xarici hüquqi şəxs Azərbaycanda yeganə təsisçi ola bilər.
Buna heç bir məhdudiyyət yoxdur. Amma həmin xarici hüquqi şəxs öz ölkəsində bir təsisçi varsa, onda Azərbaycan Respublikasında yeganə təsisçi ola bilməyəcək. Çünki Azərbaycan Respublikasının mülki məcəlləsində həmin bu belə deyim hissə tənzimlənir. Qeyd edilir ki, əgər MMC-nin tək təsisçisi varsa, o yenidən bir şirkət təsis eləmək istəyirsə, tək təsis eləyə bilməz. Mütləq şirkətə tək təsis eləyə Öz bilməz. ölkəsində təkdirsə, burada tək təsis eləyə bilməz. Yəni bu Azərbaycan Respublikasında yerli sahibkara da aiddir, xarici hüquqi şəxsə də aiddir. Əgər tək təsissənsə, məsələn deyək ki, mən Elxan Əsgərov gedib şirkət yaradıram və həmin şirkət də bir şirkət yaratmaq istəyir, tək təsisçi olmaq istəyir. Ola bilməyəcək elə. Niyə görə? Çünki qanunvericilik bir mənalı şəkildə qeyd edir ki, həm xarici investisiya hüquqi şəxs yaradırsa, xarici hüquqi şəxs burada xarici investisiya hüquqi şəxs törəmə şirkətini yaradırsa, həm yerli sahibkar tək təsisçi olaraq belə deyək ki, şirkət yaradırsa, burada mütləq şəkildə ya yaradan hüquqi şəxs tək təsisçi olmamalıdır, iki təsisçi olmalıdır ki, onlar birləşib, bəli, hüquqi şəxs yaratsınlar tək və daha sonra həmin şirkət yenidən bir tək təsisçi kimi şirkət yaratsın. Ya da ki, əgər şirkət yaradacaq şirkətin təsisçisi bir nəfərdirsə, özü yenidən tək təsisçi olub yeni şirkət yarada bilməz. Mütləq şəkildə iki təsisçi olaraq bir şirkət yaratmalıdır. Məsələn 99 birə ola bilər. Mən izah edə bildim fikrimi ümid edirəm. Demək növbəti sualımız belədir. Xarici investisiyalı hüquqi şəxs təsis olunduqdan və direktor təyin olunduqdan sonra yaşayış icazəsi, iş icazəsi, asan imza, elektron nümayəndəlik və məsələlərlə bağlı praktikada müxtəlif məqamlar ortaya çıxıb. Bunlarla bağlı zəhmət olmasa məlumat verərdiniz. Düzdür Basim, mən düzgün vurguladınız ki, həqiqətən də xarici investisiyalı hüquqi şəxsin yaradılması zamanı qanunvericiliyin tənzimlədiyi müvafiq belə deyim normalar var, amma praktiki olaraq da müvafiq belə deyim sahibkarlar çətinliklərlə rastlaşırlar. Əsasən xarici investisiyalı hüquqi şəxsin yaradılması zamanı. Belə ki, birinci növbədə xarici investisiyalı hüquqi şəxs yaradılan zaman direktorun əcnəbi yoxsa Azərbaycan Respublikası vətəndaşının təyin olunub-olunmaması məsələsi də müzakirə olunan məsələdir. Əgər Azərbaycan Respublikasının vətəndaşı təyin olunursa xarici investisiyalı hüquqi şəxsə, təbii ki, xarici hüquqi şəxsin təsisçi qərarının əsasında bu zaman heç bir problem olmur. Nəticə etibarilə o deməli direktorun təyin edilməsi ilə bağlı təsisçi qərarını notarial qayda təsdiq olunmuş qaydada deməli verici orqana təqdim edir. Təbii ki, direktorun təyin edilməsi ərizəsində bir yerdə öz məlumatlarını təqdim edir və nəticə etibarilə təyin olunur. Amma xarici investisiya hüquqi şəxsin direktoru belə deyək ki, əcnəbi olacaqsa, bu zaman artıq məsələ biraz mürəkkəbləşir. Belə ki, həmin təsisçi qərarında həmin şəxs təyin qeyd olunubsa, təbii ki, təsisçi qərarı yenidən Azərbaycan dilinə tərcümə olunub, təsdiq olunub, verici orqana təqdim olunmalıdır. Amma burada həmin hüquqi şəxsin, xarici investisiya hüquqi şəxsin nizamnamə kapitalının miqdarı məsələsi önəmli rol oynayır. Belə ki, mütləq şəkildə birinci növbədə şirkət yaradılan zaman təbii ki, burada nizamnamə kapitalı 50.000 olmalıdır qeyd olunur və 50.000 AZN deməli nizamnamə kapitalı qoyulur. Ya bu əvvəlcədən şirkət yaradılan zaman elan olunmalıdır, bəli ki, bəli 3 ay ərzində ödəniləcəkdir, bəli və həmin müddətdə deməli belə deyirlər, elektron nümayəndə qeyd olunan elektron nümayəndəçilik məsələsi yarana bilər. Nəticə etibarilə həmin direktor təyin olunana kimi elektron qaydada nümayəndə, bəli, elektron təmsilçi məsələsi var. Elektron təmsilçi təyin oluna bilər və belə deyək ki, həmin müddətdə deməli nizamnamə kapitalı qoyuluşundan daha sonra elektron nümayəndə həmin funksiyaları yerinə yetirir, asan imzanı alır, işə götürülür, şəxslərin işə götürülməsidir, bank əməliyyatlarının həyata keçirilməsidir və digər məsələləri həyata keçirilir və nizamnama kapitalı ödənilir və nəticə etibarilə həmin o direktor nizamnama kapitalının ödənilişi ilə bağlı sənədi miqrasiya orqanına təqdim edir və verici orqana təbii ki, təyin ödəyir. Ödəyəndən sonra təbii ki, müvəqqəti yaşama icazəsinin çünki direktor iş icazəsinin almasına ehtiyac yoxdur, artıq direktordur və müvəqqəti yaşama icazəsi alınmalıdır və müvəqqəti yaşama icazəsinin alınması üçün həmin o nizamnama kapitalı və şirkətin müvafiq sənədlərini təyin edir miqrasiya orqanına və müvəqqəti yaşama icazəsini alır və müvəqqəti yaşama icazəsini aldıqdan sonra isə o direktor kimi artıq deməli verici orqanına sənədləri təqdim edəndən sonra direktor kimi qanuni təmsilçisi olaraq şirkətin qanuni təmsilçisi olaraq rəsmiləşdirilir və reyestrasiya çıxarışda belə deyim adı əks olunur və daha sonra isə o deməli müraciət edib deməli elektron imzanı, asan imzanı öz adına alır. Təbii ki, burada elektron nümayəndəçilik və təmsilçilik məsələsi bitir. Artıq direktor öz adına asan imzanı alır və imzası ilə bəli, öz adının imzası ilə bütün əməliyyatlar həyata keçir. İşçilərin götürülməsi, bank əməliyyatlarının aparılması və elektron qaydada hansı form nələr tənzimlənirsə, bu cür sahibkar hansı məsələlər tənzimləməlidir, əma sistemində işçi məsələsini, işçi işə götürən məsələlərin münasibətlərinin tənzimlənməsi, bank əməliyyatlarının
elektron bankingdə, məsələn, e-bankingdə bu məsələlərin tənzimlənməsinin hamısını deməli asan imzalayaraq rəsmiləşdirir. Növbəti sualımız belədir. Xarici hüquqi şəxsin filialı və nümayəndəliyi nə deməkdir? Bunlar MMC-dən nə ilə fərqlənir və qeydiyyat prosesində hansı sənədlər tələb olunur? Aydındır Vasif müəllim. Belə deyim də, filialdır, nümayəndəlikdir və eyni zamanda hüquqi şəxs məsələləri bayaq da qeyd edildiyim kimi Azərbaycan Respublikasının mülki məcəlləsinə tənzimlənir. Təbii ki, vergi münasibətləri ilə bağlı məsələlər də vergi məcəlləsinə tənzimlənir, həm hüquqi şəxsə nisbətən, həm filial nümayəndəliyə nisbətən. Amma biz yaradılmaqdan danışırıqsa, təbii ki, burada mülki məcəllə ən önəmli faktordur. Və mülki məcəlləyə əsasən biz deyə bilərik ki, filial nümayəndəlikdən funksiyalarının, yəni hüquqi şəxsin funksiyalarının hamısının və ya bir hissəsinin yerinə yetirilməsi ilə mükəlləfdir. Yəni xarici biz deyiriksə, əgər xarici investisiya hüquqi şəxsdən danışırıqsa, onun filial və nümayəndəlikdən danışırıqsa, həmin xarici hüquqi şəxsin Azərbaycan Respublikasının filialı onun funksiyalarının, yəni belə deyim, fəaliyyətinin müəyyən hissəsini və ya hamısını yerinə yetirir burada. Amma nümayəndəlik daha çox belə deyim ki, funksiyalarının yerinə yetirilməsi yox, daha çox belə deyim marketinqinin yerinə yetirə bilər və yaxud da hər hansı bir formada tanıda bilər və yaxud da hər hansı formada maraqlarının qorunmasını həyata keçirdə bilər. Burada funksiyanın həyata keçirilməsi yoxdur və Qısaca desək, filialın ticarət etmə hüququ var. Yəni pul qazanma bəli, hüququ var. tamamilə doğrudur. Tamamilə düzgün əlavə elədiniz. Nümayəndəlik amma hər hansı bir Bəli, nümayəndəlik onun fəaliyyətlə məşğul ola bilir. xeyr, kommersiya fəaliyyəti ilə məşğul ola bilmir. Daha çox kommersiya funksiyalarını yerinə yetirmir. Daha çox onun belə kommersiya funksiyasının yerinə yetirilməsi üçün müvafiq belə deyim, köməkçi, supporting funksiyasını yerinə yetirir. Bəli. Eyni zamanda biz sual verdiniz ki, MMC-dən fərqli nədən ibarətdir? Təbii ki, onların müstəqil balansı yoxdur və onlar əslində müqavilə tərəfi ola bilməzlər. Onlar müqavilə düzdür, mən praktikada görürəm ki, bəzən filiallar görürəm ki, yazırlar ki, xarici investisiya hüquqi şəxsinin filialı müqavilə tərəfidir. Götürürlər tərəf olaraq onu qoyurlar, amma real olaraq elə qoyulmamalıdır. Əslində müqavilə bu formada olmalıdır. Müqavilənin başında müqavilə bağlayan tərəf qeyd olunmalıdır xarici hüquqi şəxs. Lakin müqaviləni imzalayan şəxs olaraq xarici hüquqi şəxsin filialına verilən etibarnamə əsasında imzalamalıdır. Məsələn, məndə praktikada bəlkə də yüzlərlə, minlərlə müqavilələr var ki, biz o formada tənzimləyirik. Qanunvericinin tələbinə uyğun gələcəkdə müqavilə etibarsız hesab edilməsin. Çünki müqavilə etibarsızlığı əsasıdır, imperativ norma. Hər hansı bir mübahisə çıxanda bu məqamlar ortaya çıxır. Təbii ki, ona görə gələcəkdə O vaxta qədər gedir belə. 100%. Ona görə də xarici hüquqi şəxs mütləq şəkildə müqavilə, yəni filial vasitəsilə əgər istəyirsə ki, müqavilə bağlasın, mütləq şəkildə özü tərəf olaraq özü qeyd olunmalıdır və etibarnamə əsasında, yəni filialın direktoruna verilən etibarnamə əsasında deməli həmin direktor imzalayan hissədə qeyd olunmalıdır ki, həmin xarici hüquqi şəxsin adından onun filialının direktoru etibarnamə əsasında bu müqaviləni imzalayır. Amma xarici hüquqi şəxsin adından. Onun adını. Bəli. Və bu etibarnamədə əks olunmalıdır. Eyni zamanda həmin o filialın direktorunun səlahiyyətləri nizamnamə əsasında verilmir. Biz dedik axı, xarici hüquqi şəxs, investisiyalı hüquqi şəxsin səlahiyyətləri nizamnamədə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində verilir. Amma xarici hüquqi şəxsin filialının və nümayəndəliyin səlahiyyətləri etibarnamə əsasında verilir. Amma nizamnamə ilə yox, əsasnamə ilə. Onların nizamnaməsi olmur, onlar əsasnamə ilə o səlahiyyətlər, xarici hüquqi şəxs o səlahiyyətləri filiala və filialın rəhbərinə, nümayəndəliyin rəhbərinə, direktoruna verir. Və eyni zamanda bundan başqa fərqlər ondan ibarətdir ki, deməli eyni qaydada deməli onlar məhkəmədə iddiaçı və cavabdeh qismində iştirak edə bilmirlər. Onlar yenə də xarici hüquqi şəxsin adından verilən etibarnamə əsasında iştirak edə bilərlər. Yenə qeyd edim, onların müstəqil balansı olmur. Onlara bütün əmlakı, bütün vəsaiti, bütün balansında olan pul vəsaitləri olsun, aktivlər olsun, hər bir şey xarici hüquqi şəxsə məxsusdur. Vergi məcəlləsində də bu məsələlər tənzimlənir. Bəzən haşiyədən kənara çıxmaq istəmirəm, amma ümumi olaraq qeyd edeyim. Bəzən rezidentlik sertifikatı istəyirlər. Xaricdən buradan əgər hər hansı formada xaricdən ödəniş gəlirsə filiala rezidentlik sertifikatı istəyir xarici kontragent. Vergi orqanı rezidentlik sertifikatı vermir. Çünki deyir o rezident deyil. Rezident onun baş ofisidir. Filial və nümayəndələr rezident ola bilməz. Çünki hüquqi şəxs deyil. Rezidentlik hüquqi şəxsə məxsus olan bir statusdur. Ona görə də vergi orqanı da, digər orqanlar da qəbul etməlidir ki, filial və nümayəndəlik hüquqi şəxs deyil, müstəqil balansı yoxdur, öz adından çıxış eləyə bilməz, onun vəsaiti özünə məxsus deyil.
Xarici hüquqi şəxsə məxsusdur, baş ofisə məxsusdur. Amma eyni qaydada onun yaradılması ilə bağlı sənədlərə nisbətdə qeyd eləmək istəyirəm ki, xarici investisiya hüquqi şəxsin yaradılması formasında nizamnamədə kənarda əsasnamə notarial qaydada təsdiqlənməlidir, apostola və leqallaşdırılmalı, ya leqallaşdırılmalıdır və yaxud da ki, Minsk və Kişinев konvensiyasına uyğun olaraq MDB ölkələrdirsə bu notarial qaydada təsdiqlənməlidir. Azərbaycan Respublikasına gəlməlidir. Azərbaycan Respublikasının Azərbaycan dilinə notarial tərcümə olunmalı, təsdiq olunmalı, vergi orqanına verilməlidir. Burada eyni zamanda təsdiq qərarı deməli burada nizamnamədir. Direktorun təyin edilməsindən bağlı təsdiq qərarıdır. Şirkətin təsis sənədləridir. Xarici hüquqi şəxsin təsis sənədləridir. Burada yenə də benefisiar mülkiyyətçi ilə bağlı sənədlərdir. Şirkətin öz təsis sənədləridir, nizamnaməsi, reyestrdən çıxarışıdır. Eyni zamanda vergi şəhadətnaməsidir və digər müvafiq sənədlər varsa hamısı vergi orqanına təqdim olunmalıdır. Təşəkkür edirəm. Xarici investorlar deyək ki, Azərbaycana gəlirlər, yatırımlar edirlər, şirkətlər açırlar. Adətən belə bir sual onlarda formalaşır. Bu ölkə, yəni mənim investisiyamı necə qoruyacaq və mənə hansı rəqabət üstünlüyü verəcək deyə belə bir maraqlı fikir formalaşır. Buna maraqlı zəhmət önüsə. Bu dəqiqə Azərbaycan Respublikasında belə deyərdim ki, həm yerli sahibkarlar üçün, həm də xarici investorlar üçün müvafiq güzəştlər müəyyən olunur. Mən buna deyərdim vergi güzəştləri əsasən tətbiq olunur. Vergi məcəlləsində əsasən bu ƏDV azad olmaları, mənfəət vergisi üzrə azad olmalar vardır və güzəştlər vardır ki, hal-hazırda istehsal sahəsində, ixrac sahəsində müəyyən fəaliyyət keçirənlər, eyni zamanda sənaye sahəsində, texnoparklar, sənaye parklarında rezident olan şəxslər hal-hazırda vergi güzəştlərindən belə deyim ki, yetərli qədər faydalanırlar. Burada xarici investisiyalı hüquqi şəxslər olsun, xarici hüquqi şəxslər olsun, onlar da daha çox belə deyim ki, cəlb olunurlar bu sahələrə ki, vergi güzəştləri belə deyim onlara tətbiq oluna bilsin. Hal-hazırda investisiya təşviqi sənədi də bununla bağlıdır. Onlar da mən deyərdim ki, 26-cı il indiki günə kimi yüzlərlə sahibkara bu investisiyada təşviqi sənədi verilir və onlar 7 il müddətinə deyərdim ki, mənfəət vergisindən, ƏDV və torpaq və digər vergilərdən azaddılar. Müəyyən bəziləri güzəştli şərtlərlə 50%, bəziləri tamamilə azaddılar və nəticə etibarilə bugünkü gündə xarici investisiyalı hüquqi şəxslərin Azərbaycan Respublikasında müəyyən fəaliyyətlər vardır ki, cəlb olunması və rezidentlik sertifikatlarının belə deyərdim ki, daha doğrusu rezidentlərin hansı ki, onlar sənaye parkında, texnoparkda da rezidentlərsə onlara bununla bağlı sertifikatlar verilir və onlar bu fəaliyyətlərdən istifadə edərək, bu belə deyək, güzəştlərdən istifadə edərək onlar belə deyim, onların biznesinə investisiya qoyulması, Azərbaycanda biznesə investisiya qoyulması üzrə müvafiq təşviq addımlar atılır və mən düşünürəm ki, gələcəkdə də bu addımlar daha da artacaqdır. Ümid edirəm vergi orqanımız bu güzəştlərin sayını daha da çoxaldar və xarici investorların regionda, ölkəmizdə cəlb olunması prosesi daha Ümid edirək, ümid edirək daha güzəştli şərtlər sahibkarlara tətbiq olunacaq. Həm vergi güzəştləri, çünki sahibkarı bu dəqiqə maraqlandıran əsas məsələlərdən biri belə deyim ki, müvafiq sənədləşmə məsələlərin yüngülləşdirilməsidir, hesabatların yüngülləşdirilməsidir. Eyni zamanda isə vergi güzəştlərinin onlara tətbiq olunmasının, belə deyim, tətbiq olunmasının artırılmasıdır. Rəxan müəllim, çox təşəkkür edirəm. Bugünkü suallarımız bu qədərdir. Ümid edirəm ki, sizi yormadıq. Yox, çox sağ olun. Çox maraqlı məqamlara toxunduq. Həqiqətən faydalı oldu. Çox faydalı oldu. Mən də sizə təşəkkür edirəm Vasif müəllim. Həqiqətən çox belə deyim maraqlı, sahibkarlara maraqlandıracaq aktual suallar verdiniz. Mən də bacardığım qədər praktikamla, nəzəriyyəmlə sizin suallarınızı cavablandırmağa çalışdım. Ümid edirəm ki, sahibkarlarımıza maraqlı olacaq və əgər hər hansı formada qeydləri olarsa, sizin YouTube səhifəsində, kommentlər hissəsində o sualları ümid edirəm ki, qeyd eləsinlər. Mən də baxın, əgər hər hansı formada cavablandıra bilərəmsə, mütləq şəkildə cavablandıracağam. İnşallah. Çox təşəkkür edirəm. Vaxt ayırıb gəldiniz, suallarınızı cavablandırdınız. Ümid edirəm ki, növbəti podkastlarımızda da fərqli mövzularda fikir mübadiləsi apararıq və izləyicilərimizə dəyərli məlumatlar verərik. Təşəkkür edirəm. Çox sağ olun. Əziz dostlar, dəyərli izləyicilər, videolarımızı bəyənin, paylaşın, daha çox insanlar faydalansın və növbəti podkastlarımızda hansı mövzuları görmək istəyirsinizsə, baxmaq istəyirsinizsə və ya dəyərli mütəxəssislərdən kimləri görmək istəyirsinizsə, bunları kommentlərdə yaza bilərsiniz və ya birbaşa müraciət edə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Gəlin görüşlərə dək. Sağ olun.